Paytaxt məhəllələrindən birində sakinlər onlara haqlayan problemə qatlaşmaq istəməyib, bunun üçün çıxış yolları axtarmağa başlayıb. Zavoda gedən yük maşınlarının yolu bərbad hala salması ilə əvvəl özlərinə məxsus yolla mübarizə aparıblar. Bu effekt verməyəndə başqa üsula əl atıblar. Artıq bu zaman yenə zavod rəhbərliyini qarşılarında görə bilməsələr də polis əməkdaşları ilə qarşılaşmalı olublar. Nurlan Rafiqoğlu'nun reportajını təqdim edirəm. Paytaxtın Nərimanov rayonu Xəlil Rıza Ulutürk küçəsində yaşayan sakinlərin şikayətinə səbəb yaxınlıqda yerləşən beton zavoda məxsus ağır tonajlı avtomobillərin onların istifadəsində olan yolu yararsız hala salmasıdır. Məhz bu məqsədlə onlar etiraz əlaməti olaraq zavodun qarşısına toplaşıblar. Məsələ burasındadır ki, söz gedən küçənin yolu var, sadəcə sakinlərin istifadəsi üçün yararlı deyil. Daha dəqiq, bu yoldan keçmək müşkül məsələdir. Yalnız ağır texnika və yolsuzluq avtomobilləri bu yollarla irəliləyə bilir. Sakinlər uzunboğaz çəkməsiz bu yollara yaxın düşə bilmir. Deyirlər ki, bir neçə ildir yaxınlıqda yerləşən Spark beton zavoduna məxsus ağır tonajlı avtomobillər məhz onların evinin yanından keçir. Hətta yol bir tərəfə qaz boruları da bir neçə dəfə zədələnib. Bəzi evlərdə də çatlar əmələ gəlib. Müsahiblərinin sözlərinə görə zavoda gediş-gəliş üçün başqa yolda var, ancaq istifadə edilmir. Buna görə də onlar bir araya gələrək yolu bağlayıblar. Bunun da xeyri olmayıb. Əlacsız qalan sakinlər ağır tonajlı avtomobillərin küçədən keçməməsi üçün dəmir borulardan maneə düzəldiblər. Sakinlərin bir istəyi var. Zavod rəhbərliyi ya küçəni təmir etdirsin, ya da alternativ yollardan istifadə etsin. 1 kilometr yoxdur, oradan oraya kimi. 1 kilometr əlində qalıb. Axşama kimi 80 tonluq, 60 tonluq, 50 tonluq maşınlar buradan sabaha kimi işləyir. Bu cəmaat yata bilmir. O gün qaz turbasını sürüb getdi. Bax, budura. Qaz turbasını maşın aparıb gedirdi. Nə məktəbə gedirlər, nə bir qapıya bir adam gələndə adam utanır. Bu nədir? 21-ci əsr cəmaat göydə ev tikir başda. Bizim bu yol düzəlmir burada. Qabağını kəsirik ki, yolu düzəltsinlər, sonra yenə işləsinlər. Yol hansı vasitə ilə kəsirsiniz? Durba qoymuşuq budur, lent bağlamışıq ki, yəni çıxma. Bir buradan, bir o biraz aşağıdan qoymuşuq ki, düzəltsinlər, sonra yenə də işləsinlər də. Bu yolu biz kəsmirik ki, daim onlar işləsin, işləməsin. Sakinlər istəyinə nail olmaq üçün zavodun inzibati binasının qarşısına yürüyüş etdi. Ancaq burada onları müəssisə nümayəndəliyi deyil, polis əməkdaşları qarşıladı. İçəriyə girməyə əngəl olaraq. Bir müddətdən sonra zavod nümayəndəliyi çölə çıxdı. O cavab vermək əvəzinə binanın içərisinə daxil olmağı üstün tutdu. Buna görə də problemlə bağlı Nərimanov rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyəti başçısının muavini Şahmar İbadov bildirdi ki, küçə nəzarətə götürülüb və tez bir zamanda problem araşdırılaraq həllini tapacaq.